Sistani.org saytından, yəni Həzrət Ayətullahul Uzma Seyyid Sistani Ağanın Həfizəhullah saytından bir şərhi hökm oxumaq istəyirəm. Sual verilir ki, ana yaxud ata, indi sualda ana qeyd olunub, mühüm deyil. Mühüm olan odur ki, xəstədən söhbət gedir. Bir nəfər xəstədir, mədə xəstəliyindən əziyyət çəkir, oruç tuta bilmir. Çünki acılığa təhəmmülü yoxdur. Oruç tutmalıdır, yoxsa yox? Cavabda buyurulur ki, əgər oruç tutmağın ona zərəri varsa, yaxud da dözə bilməyəcəyi bir məşəqqətə səbəb olarsa, yəni oruç tutduğu halda dözə bilməyəcəyi bir məşəqqətə səbəb olarsa bu oruç tutmaq, tutmaya bilər. Bu söhbətimizdə inşallah Teala istəyirəm İslam Peyğəmbərindən sallallahu aleyhi və aleyhi və səlləm bir nəsihət oxuyum. Nəsihət əlbəttə 5 hissədən ibarətdir. Burada bugün 2 hissəsini inşallah oxuyacağıq. 5 şeyi nəsihət edir İslam Peyğəmbəri sallallahu aleyhi və aleyhi və səlləm. Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, Yə Əbə Zər, ey Əbu Zər. Əbu Zər rahiməhullah İslam Peyğəmbərinin və İmam Əlinin aleyhissalam sadiq, təqvalı mömin sahabələrindən olub. Buyurur, ey Əbu Zər, ey Əbu Zər, İğtənim xəmsən qablə xəmsin. İğtənim xəmsən qablə xəmsin. 5 şeyi 5 şeydən qabaq qənimət bil. Bugün ikisini inşallah oxuyacaq. Şəbəbəkə qablə hərəmikə. Yəni, İğtənim şəbəbəkə qablə hərəmikə. Cavanlıqlı qocalığından qabaq qənimət bil. Və sihhətəkə qablə suqmikə, yaxud səqəmikə. Və sihhətivi, səhihliyi, yəni sağlamlığı da xəstəliyindən qabaq qənimət bil. Səqəm də deyirlər, suqum da deyirlər, yəni xəstəlik. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, 5 şey qənimət bil, 3'ü qalsın inşallah gələn bəhsə. İkisi nədir? Deyir ki, nə qədər ki, qocalmamsan, cavanlığın qədrini bil. Nə qədər ki, xəstələnməmsən, sağlamlığın qədrini bil. Bir mənada cavanlıqla sağlamlıq bir-birinə çox yaxındır. Necə ki, qocalıqla xəstəlik bir-birinə çox yaxındır. Çünki qoca adam nə qədər də hətta sağlam olsa belə, yaşlaşıb, sümükləri zəifləyib, bədəni zəifləyib, taqəti çox yoxdur. Əslində, bütün nemətlərin qədrini bilməyi İslam bizə tapşırıb. Burada xüsusi olaraq 5 nemət qeyd olunur ki, ikisini oxuduq. Bu oxuduğum rivayət Biharul Ənvardadır, cilid 74, səhifə 75, Daru İhya-i Turasil Arabi tərəfindən çap olunan nüsxəyə baxa bilərsiniz. Həmin o 5 şeydən qabaq qənimət bil rivayəti orada qeyd olunub.